Ben söz gözlemledim ve söz geçmiştim orada. Ama şimdi biz Sabir'le yan yana durmuşuz. Ben size diyeyim, Sabir'le bizim dostluğumuzun yaşı 38'dir. Yani 40'a çatır. Bilirsiniz, dünya değişir. Dostluq da mahiyyətini dəyişir. İnsanlar indi tək-tək dostluqlar, insanların dostluğu tutarıb, partiyaların dostluğu başlayıb və bugün də Sabir'in partiyasının, yəni Vətəndaş Həmrəyliyi partiyasının ad günüdür. Amma mən sizə deyim ki, biz Sabir'lə ikimiz dostluq. Çünki xoşbəxtlikdən mənim partiyam yoxdur, mən partiya nəfəri deyiləm və biz bu dostluğu saxlaya bilmişik. 38 ildə heç bir kölgə düşmür bizim dostluğumuzda. Mən arzu edərdim ki, partiyalar insanlar kimi dostluq eləsin. Mən arzu edərdim ki, Azərbaycanda münasibətlər, dostluqlar, qardaşlıqlar hər hava ilə, hər fəsil ilə dəyişməsin. Mən sizə bugün tam səmimi deyirəm, orada bizim dostlar durub, Azərbaycan siyasətinin bayaqdan çox rəhbərləri buradaydı, partiyalar, hansısa partiyalar, çox partiyalar vardı burada, bizim dostlarımız da hamısı, qardaşlarımızdır. Mən arzu edərəm ki, Azərbaycanın gələcəkdə, mənim dostum Sabir bəy də prezidentliyə namizədliyini deyibdi. Amma bu yaxınlarda bir söhbətimizdə Sabir dedi ki, mən şairliyə qayıtmaq istəyirəm, dünya Azərbaycan təki düzəlsin. Mən dedim, dahi qayıtmaq gecdir, şairliyi elə, amma siyasətdən dəl çəkmə, Sabirə mən deyim. Bugün bu Vətəndaş Həmrəyliyi partiyasının günündə mən sizə deyim ki, o partiyanın adı gözəl adlı və zorla qulaqsızdır. Mən o sözləri eşitdim. Vətəndaş Həmrəyliyi, Azərbaycanın hər böyük arasında Vətəndaş Həmrəyliyi yoxdur. İnşallah Allah qoysa olacaq. Mənim burada bir şeir deməliyəm təbii. Mən çox gözəl bilirəm ki, mən bir dəstəvə demişəm və bunu bir də deyim. Deyirəm, şair olmaq çox təhlükəli bir sənətdir. Əgər üzgüçü olsan, heç də sənə demir, buna Hovuz düzəldəsən ki, üstün. Yəni, şair olmaq çox asan, çıxardırsan sözünü deyil. Və bir də mən bilirəm ki, havayı yemək, içmək heç alda yox. Mən dostum Sabir'in, mən bunu ürək dolusu deyirəm, Sabir mənim dostumdur. Sabir şairdir, sözlə bizim. Bilirsiniz, bu Aftagava var, Yapon şairi, böyle Yapon şairi. Onun Badler hakkında bir sözü var, deyir, Badler'in, heç bir adi insan ömrü Badler'in bir mislasına değmez deyir. Yani biz o kadar qəddar da öyle insanlar hakkında. Mən sizə tam səmiyyətlə deyirəm ki, çox insanların ömrünü demirəm. Amma Sabir'in elə ömür kitabı minlərlə ömrə dəyər. Mən bunu sizə tam səmimi deyirəm, Sabir ömür kitabı. Və əgər ömür kitabından sonra Sabir bir partiyada yarışmaq istəyirsə, onu da mən almışlayıram. Allah o partiyanın da ömür kitabının ömrü kadar uzun eləsin. Və mən sizə belə bir şeir demək istəyirəm. Bu şeir biraz yarı zarafat, amma haradasa bir məqamda yəqin ki, bu əhvalımızla uyğunlaşar. Özümüzü biraz çox övdük, amma deyir, öz itini hamı öyər. Laf budur. Gəlin bir şeirdən başlayaq, sonra gəl bir şeir deyək. Bizim günümüzlə bağlı bir şeirdir. Şairlər nə gündədir? Deyir, nə hisslə oxuyur bu quş. Mahnı deyil, qarğışdır bu. Elə bir hürür adama, yarı it, yarı quşdur bu. Yoxdur quşlar arasında dilini bilən bu quşun. İtlər səs verir səsinə, bayaqdan hürəm bu quşun. Nə çoxdur hirsi, hiqqəsi, canındakı qurt kinidir, yazıq hürməsin, neynəsin, bəlkə günü it günüdür. İt olub uç, quş olub hür, kimdir görən bu ölkədə
itib qab gibi yalayan, quşu hürən bu ölkədə. Öz itini hamı öyər, lap qudurmuş olsa da, ayranına kim turş deyər, ayranı turş olsa da, sözlər var ki dilə gəlməz, dil bir qarış olsa da, əldən çıxan ələ gəlməz, barmağın 5 olsa da, xarabadır bu ev, eşik, daş üstə daş olsa da, niyə düşmən kəsilmişik, hamı qardaş olsa da, nə oyağam, nə yuxulu, gözlərim yaş olsa da, o quş nə gözəl oxuyur, adı Bayquş olsa da. Gün o gün olsun Azərbaycanda bülbüllər olsun. Tamam, yapalım. Mən çox sevinirəm ki, Vətəndaş Əmrəli Partiyasının 10 illik yubileyinin sonu Ramiz Rövşənin şeirləri ilə bitir. Ramiz, mən 2-ci kursdaydım, o 1-ci kursda və ilk şeirlər çap olmuşdu. Bircə misrasını oxudum, dağlar uca boydu, boyuna qurban. Onda dedim ki, bu kimsə mənim dostumdur, bu kimsə mənim qardaşımdır. Və elə həmin o misra ilə Ramizlə bizim dostluğumuz başlayıb, indiyə kimi davam edir. Çox siyasət yerləri, ədəbiyyat yerləri həsib keçib, amma biz o münasibəti heç vaxt dəyişməmişik.